2026-cı ilin mayın 2-si. Salam mənim gözəlmə, dəstək olan komandam hər vaxtın xeyirli olsun. Gedək mayın 2-sinə. Görək nə ilə gəlib sabahki gün, nə olacaq, nə ilə gələcək, necə olacaq, nə cür keçəcək, nə diqqət vermək lazımdır, nə fikir vermək lazımdır. Üçün baxaq görək. Pulda necə olacaq və şəxsi həyatdan nə cür olacaq. Sabahki gündə gözlənməyən momentdə bir sürpriz gözləyir, bir kiminsə atdımı, zəngi, mesajı, hədiyyə, elə bir gözləməyən bir sürprizdir də. Ola bilsin elə hər sürpriz olmur da, belə necə deyim, real. Ola bilsin enerjiyalı da bir sürpriz ola bilər. İndi qoy ətraflı baxaq, görək ən çoxlusu kimin sabahki yolu aktiv olacaq və enerjiyada güclü olacaq, kim iş axtarır. Kim çoxdan işsiz qalıb, kimin iş yolu çətindir. Bax, siz üçün daha ruzulu olacaq. Yenə də kim tənbəli eləmir, kim axtarır, kim doğrudan işləmək istəyir, sizdə sabah günorta çox yaxşı bir enerjiya bu işi tapmaq, ya kimsə sizə təklif eləyəcək. Ən vacibi sizlə bağlıdır sabahki gün. Ümumi götürəndə sabahki gündə çox məsləhətlərlə ehtiyatlı olun. Sizin yaxın dostlarınız, rəfiqəniz, qohumunuz var, sizə düzgün məsləhət vermir. Onun məsləhəti sizi yoldan çıxardır. Amma siz hələ ki inanırsınız. Ehtiyatlı olun sabah verdiyi sizə məsləhətlərdən. Mən isə şəxsi baxış üçün əlaqə saxlamaq istəyirəm. Mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46-dan bir dənə WhatsApp nömrəmdə yazırsınız, ya səs atırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatan ki, mən cavab verəcəm. Zəng vurmayın, zəng vuranları avtomatik atdıram bloka və mən çox istəyərdim ki, təkib atmayanlar təkib atsınlar ki, biz iyuna kimi, mayın sonuna kimi 100K eləyək. Çox gözəl olardı və mənim üçün də çox xoş olardı. Okey, pulla da pul tərəfdən biraz səbirli, sabah olmaq lazımdır. Şəxsi həyatda nəyəsə soyuqluq baş verəcək, ya siz nəyəsə düzgün hərəkət eləməyəsiniz. O ilə də bağlı soyuqluq, bəlkə də söhbət də yarana bilər. Ona görə də ehtiyatlı olun öz hərəkətlərinizdən və sözlərinizdən. Xeyirli olsun, mənə dəstək olan komandama.